Salam əziz izləyicilərimiz, əziz tələbələr, hər birinizi xoş gördük. Mən Orxan Məmmədovla bugün çox mükəmməl bir seriya başlayacağıq. Python proqramlaşma dili öyrənməyə başlayacağıq inşallah. Bugün ilk dərsimizdir və bu dərsimizdə mən sizə müxtəlif Python barədə suallarınıza cavab verməyə çalışacağım. Və ondan sonra artıq ən maraqlı hissəyə kod yazma hissəsinə keçəcəyik. İlk öncə onu bildirim ki, siz bizim əyani IT Brains Akademiyasının dərslərimizə qoşulmaq üçün 050 766 2000 nömrəmizə əlaqə saxlaya bilərsiniz. Eləcə də Instagram səhifəmizdən yaza bilərsiniz. Mənim şəxsi Instagram səhifəm orxan.mv yazaraq daxil ola bilərsiniz. Vaxt itirmədən keçək birinci sualımıza. Biz Python niyə öyrənək və ya mən Python niyə öyrənim? Python proqramlaşma dilini öyrənmək üçün müxtəlif səbəblər var və biz Python proqramlaşma dilini öyrənib haralarda istifadə edə bilərik? Əslində bu sual da çox maraqlı sualdır. Növbəti slaydımızda o suala da cavab tapmağa çalışacağıq. İlk öncə Python niyə öyrənim? Əgər proqramlaşma öyrənmək istəyiriksə, biz proqramlaşma dili kimi mütləq şəkildə bir dil öyrənməliyik. Bu Java ola bilər, C# ola bilər, JavaScript ola bilər, PHP ola bilər, C++, C və s. proqramlaşma dili, Go ola bilər. Müxtəlif proqramlaşma dilləri ola bilər və Python ola bilər. Yaxşı, Pythonın digərlərindən fərqi nədir? Python niyə bu qədər hal-hazırda dünyada məşhurlaşıb? Çünki bilirik ki, illər əvvəl Python proqramlaşma dili istifadə üçün verilib, ancaq hal-hazırda bizim ölkədə də get-gedə məşhurlaşır və istifadəçi sayı daha da artır. Python proqramlaşma dilini öyrənməyin ən başlıca səbəblərindən biri insanlarda sintaksisinin rahat olmağıdır. Yaxşı, sintaksis nədir? Sintaksis Pythonda kod yazmamızı təmin edən bir kod strukturudur. Yəni biz Python proqramlaşma dilinə kod yazanda daha rahat yazırıq. Nəyə görə? Çünki məsəl üçün biz deyək ki, C#da hər hansı bir məlumatı ekrana çap etmək istəyirik, ekrana yazmaq istəyirik. Bunun üçün biz ən azı 2-3 sətirlik kod yazmaq məcburiyyətimiz var. Java'da da bu formadadır, digər proqramlaşma dillərində bu formadadır. Amma Pythonda biz bunu cəmi bircə sətirlə edə bilirik. Gəlin mən bunu sizə növbəti slaydda nümunə ilə göstərim. Məsəl üçün, gəlin müxtəlif proqramlaşma dillərində məlumatı ekrana çap etməyin fərqlərinə baxaq. C dilində görürük ki, 1, 2, 3, 4, 5. 5 sətir biz simvollar yığından istifadə edirik. C++-da 1, 2, 3, 4, 5, 6. Java'da mütləq şəkildə bir class, içərisində main metodu, içərisində mütləq şəkildə system out println və mötərizədə hello world. Hello world sözünü çapa göndərir və mütləq şəkildə mötərizələr bağlanmalıdır. Fikir versəniz, hər üç dildə hello world sözünü çap edir və hər birində mütləq şəkildə nə var? Sonda nöqtə vergül var. Görürük, nöqtə vergüllər. Ancaq Python belə bir şey yoxdur. Sadəcə print hello world və artıq Python yeni versiyonunda mötərizədən istifadə olunur. Mötərizədə hello world. Sonda nöqtə vergül qoymağa ehtiyac yoxdur. Bəzəkli mötərizələr. Fikir veririk, burada bəzəkli mötərizələrdən istifadə olunur, amma Pythonda bəzəkli mötərizələrdən də istifadə olunmur. Nöqtə vergül dərdimiz yoxdur. Deməli, Python öyrənmək üçün bizə səbəblərdən biri sintaksisinin rahat olmağıdır. Digər səbəblər nədir? Biz Python proqramlaşma dili ilə artıq istədiyimiz qədər, daha doğrusu istədiyimiz sahədə istifadə edə bilirik. Gəlin görək biz Python proqramlaşma dilini hansı sahələrdə istifadə edə bilərik. Biz Pythonla nə edə bilərik? Yəni Pythonla mən nə edə bilərəm? Python proqramlaşma dilindən biz masaüstü tətbiqlər yarada bilərik. Masaüstü tətbiq dediyimiz desktop application'dır. Bu nədir? Yəni kompüterin içərisinə yüklədiyimiz, kompüterin daxili yaddaşını yüklədiyimiz proqramlardır. Məsəl üçün Word, Excel və s. Bu tipli proqramlar, yəni kompüterin daxilini yükləyib istifadə etdiyimiz proqramlar. Bunları biz Python'dan edə bilərik və edəcəyik də. Daha sonra şəbəkə proqramlaşdırmasında Python proqramlaşma dilinə skriptlər yazırıq. Daha sonra web proqramlaşmada, backend proqramlaşdırmada biz Python proqramlaşma dilinə istifadə edirik. Yəni HTML, CSS, JavaScript yazdığımız kodların backendini biz Python vasitəsilə müxtəlif frameworklərlə, Flask və ya Django ilə biz kodlaşdırıb backend yaza bilirik. Yəni web proqramlaşmada istifadə edə bilirik. Daha sonra
süni intellekt və machine learning-dən istifadə edə bilərik. Daha sonra verilən data analizini istifadə edə bilərik ki, biz insan olaraq hər zaman məlumatların vizual formada görməyi sevirik. Biz Python proqramlaşma dilinin kitabxanalar vasitəsilə çox rahat formada məlumatları vizuallaşdıra bilirik. Yəni data analitikasında, data analizində verilən Python proqramlaşma dilindən istifadə edilə bilər. Eləcə süni intellektdə, machine learningdə hal-hazırda istifadə edilir. Daha sonra robotik proqramlaşdırmada gördüyümüz kimi burada bir kiçik bir robot var. Yəni robot olimpiadalarında fikir versəniz hər zaman ən çox istifadə olunan proqramlaşma dillərindəndir. Python proqramlaşma dili. Təbii ki, yeni başlayanlar, uşaqlar əsasən Scratch-dan istifadə edirlər, Nblock-dan istifadə edirlər. Ancaq artıq böyük yaşlı uşaqlar və ya böyük yaşlı insanlar artıq robotik proqramlaşdırmada nədən istifadə edirlər? Python proqramlaşma dilindən istifadə edirlər. Və biz hətta Python proqramlaşma dilindən oyunlar da hazırlaya bilirik. Müxtəlif frameworklər vasitəsilə biz oyunlar da hazırlaya bilərik. Təbii ki, bunların hər birini etmək üçün biz nəyi bilməliyik? Python proqramlaşma dilinin fundamentalını bilməliyik. Yəni, proqramlaşma dilinin özünü bilməliyik. Çünki biz özünü bilməsək, bunların heç birini edə bilmərik. Biz də bu seriyamızda Python proqramlaşma dilinin özünü öyrənəcəyik. Növbəti slaydımızda keçsək, görəcəyik ki, Python proqramlaşma dilini kimlər öyrənə bilər? 1. Proqramlaşma biliyi olmayan hər kəs, eləcə də olan hər kəs. Proqramlaşma diliniz biliyi olmayan hər kəsi nəyə görə yazmışam? Çünki adətən yeni başlayanlar qorxurlar ki, mən proqramlaşma dili bilmirəm, proqramlaşma bilmirəm, mən Python öyrənə bilərəmmi? Təbii ki, öyrənə bilərsiniz. Ancaq biz nə etməliyik? Daha çox oxumalıyıq və həvəsdən düşməli deyilik ki, yeni başlamışam, öyrənə bilmərəm. Öyrənə bilərsiniz. Bunun üçün nə lazımdır bizə? Həvəs, motivasiya və daim əzmkarlıqla çalışmaq. Kimlər öyrənə bilər? Proqramlaşmaya həvəsi olan hər kəs və kimlər öyrənə bilər? Daim inkişaf etməyi və hər gün oxumağı sevən hər kəs. Əgər bu üç özəllik səndə varsa, demək ki, sən Python proqramlaşma dilini çox rahat formada öyrənə bilərsən. Bəs yaxşı, biz Python proqramlaşma dilini necə yükləyə bilərik və necə orada kod yaza bilərik? Gəlin indi bunu sizə göstərim. Python download yazırsınız və python.org saytına daxil oluruq. Burada downloads bölməsindən Python'ın ən son versiyasını Download for Windows altında görürük. Yəni Windows üçün yüklə və Python 3.11.4-ə vuraraq hal-hazırda Python yükləməsini gözləyirik. Və bu dəqiqə Python internet vasitəsilə bizim kompüterimizə endirilir. 24 MB-lıq bir fayldır. Endiriləndən sonra həmin faylın üzərinə bir dəfə klik edirik və belə bir pəncərə açılır. Bu pəncərədən biz istəsək installaya edə bilərik, istəsək customize installation edə bilərik. Installaya etsək, avtomatik olaraq yükləməyə keçəcək. Customize installation nə edir? Daha detallı formada yükləməni təmin edir. Buradan Add Python X to Pass seçimi qarşısına işarə qoyuruq. Bununla qarşısına işarə olmalıdır və installaya edirik. Və bizə bir pəncərə açılır, buradan yes deyirik və yükləmə prosesimiz başlayır. Bu proses əslində çox uzun çəkmir. Əgər kompüterin sürətlidirsə, qısa müddətdə bitəcək. Və hal-hazırda yükləməni gözləyirik. Python haqda yavaş-yavaş hər dərsimizdə ətraflı məlumatlar verəcəm. Python nə vaxt yaradılıb, kim tərəfindən yaradılıb, nə məqsədləri yaradılıb və s. Sadəcə bu dərsi istəyirəm ki, ən azından ilk kodumuzu yazaq. Və gözləyirik hal-hazırda Pythonumuz yüklənsin. Və Pythonumuz yükləndi. Hal-hazırda Python proqramlaşma dili bizim kompüterimiz yüklənmiş formadadır. Axtarış bölməsinə Python yazsaq, görəcək burada Pythonumuz var. Hətta burada cmd yazsanız, enter bassanız, burada yazsaq Python 2-version versiyası və görürük ki, Python son versiyası yüklənir. Və elə ilk kodumuzu burada da yaza bilərik. Bura Python yazıb enter basırıq və görürük ki, artıq bizim Python yazmaq üçün olan işarəmiz hazırdır. Və burada məsəl üçün mən yazıram 5+6 və avtomatik olaraq görürük ki, Pythondan bizə cavab olaraq 11 gəlir. Təbrik edirəm, artıq ilk kodumuzu yazdıq. Hətta buradan dünyanı da salamlayaq. Bayaq mən sizə slaytda göstərmişdim. Pythonda ekrana hər hansı bir məlumat çap etmək üçün nədən istifadə edirik? Print əmrindən istifadə edirik və yazıram print. Hətta öz dilimizdə yazaq. Salam, dünya. Və bunun tırnaqçını nəyə görə yazırıq, niyə yazırıq? Növbəti dərslərimizi bunlar keçəcəyik. Enter basıram və dünyamızı da salamlamış olduq. Belə, birinci dərsimiz haqda bu qədər. Biz bu dərsdə nələr öyrəndik? Python nədir?
hansı sahələrdə istifadə oluna bilər, Python necə yüklənilir. Növbəti dərsimizdə biz Python proqramlaşma dilinə kod yazmaq üçün lazım olan mühiti yükləyəcəyik. Çünki Python proqramlaşma dilinin özü ayrı, onun kodlarını yazmaq üçün olan mühit ayrıdır. O mühiti növbəti dərsimizdə, ikinci dərsimizdə keçəcəyik. Birinci dərsimizi bəyəndinizsə, zəhmət olmazsa videonu bəyənib, paylaşmağı, dostlarınızla bölüşməyi unutmayın. Siz də bizim IT proqramlaşma və digər dərslərimizə qoşulmaq üçün 050 766 20 00 nömrəmizlə əlaqə saxlaya bilərsiniz və bu Instagram səhifələrindən də bizi izləyə bilərsiniz. Bu günlük bu qədər. Hələlik.